Allah Teala buyurur, mən bu insanı mevcud ictimai yaratmışam. Mənim iradəm budur, bunlar bir yerdə olarlar. Ağa xanım bir-birinə izdivac eləyələ, əqd oxuna, qərardad ola, təhhüd ola, bunlar dobalı pərvazdılar, bir-birini təkmil eləyələ. Ağa xanım ərz bozurqu nəvaqisləri bərtərəf ola, ağanın da nəvaqisi olala, insanı kamil təşkil tapa xanəvadə. Bunlar tərbiyyət-i övlad və fərzənd və insana əyaq qoyarlar. Camiədə insanlar pərvəriş tapar. Bəli, kəşki yaşasın, heç kəs pərvəriş tapmaz. Kəşki. Amma hədəfdar yaşasın, niyə? Müqəddəs Ərdəbili vücuda gələr. Hədəfdar. Hədəfdardan o çıxar, qeyri-hədəfdardan internet oğruları çıxar. Sənə bir dənə link yollar, hesabı boşaldar 5 dəqiqə. Basavad, fوق təxəssüs, fوق təxəssüs sirqət, halal süt əmib, halal çörək yeyib, meydanda fəqət adam axtarır soymağa. Cənavar kimin dolanır? Onu bir nənə doğub, bir dədə doğub. Şahid olan dədə nənəsin gözün deyir, biz bunu dünyaya getməyə hədəfimiz yoxdur. Bir gün getdik götürə, dedi nənə hamilədir. Apardıq da sikt eləyək, o da olmadı. Qalıb bu cənavar vücuda gəlib, düşüb camiənin canını. Bəli, hədəfdar öylənməsən, heç də olmaz. Fəqət tolidi misl elərsən. Məslə bəqiyyi. Əgər hədəfdar sirvət qazanmasan, sən də o bir puldarlar kimin olarsan. Yerinə düşəndən uzul da verərsən. Neyniyəcək? Dərsədinə vercəksin də. Bahlar alır bizdə, 3 dərsəd o alır bizdə, 2 dərsəd yarımdan verir. Tolcuh eləməyə nə var? Hədəfdar istəsən uşaq dünyaya gələ, olar Qəmər Bəni Haşim, hədəfdar. Dünya durduqcan durar, hədəfə bax. Əmirəl-Mömin özü imamdır, özü dəryai elmidir, özü hər zatda ustad, hər zatda əvvəl, qəhrəman-ı bilamunazi, 61 sinində 500 nəfər öldürdü bir gecədə. Xırxırda deyəsən, 60 sinində adama deyəsən, bu pillələri bu başuvad olarım, 2 seri yenib çıxsın, sənə bir qoyun kəsəcəyəm qabanda, deyə qoyunu kəs, mən səhətdə vermə mənə. Buranı mən 2 seri yenib qalsam, qəlbim yatar. 61 sinində Cəngi Siffeynidə Raüzdə tək zərbidir. Bizim ağamız israf eləməzdi ki. Daş binəvərin qolun bağlayır, atır ora 5 yerdən bağlayırlar əcbara. Bunun ili vüzümdün, dəymezindül acından orada üləcək. Əmirəl-Möminin hər bir qəhrəmana bir zərbə vurub. Talı olmayıb 50 nəfərə 2 zərbə vura. Ravi deyir, o gecənin adın Leylətul Hirri ya Leylətul Hərir. Həzrət bir vəzə qoymuşdu Muaviyyənin leşkərin. Durəsi pişik kimi məliyirdi o gecə. Həzrətin 500 seri şəmşiri yendi yerə. Hər yendikcən bir seri təkbir dedi. Hər təkbirində bir dənə cənazə düşdü yerə. 500 dənə. Da qəhrəmandır da. Amma buyurur, əqil, get bir dənə mənə iffətli və qoxmayan xanım intiqab elə. Ha, neyini sən? Özün qəhrəmansan da. Buyur, yox. İstəyirəm Allah bu izdivacı hədəfməndidən bizə bir dənə övlad verə. Kərbəlada balam, Hüseynə dayaq ola mənim bu balam. Hədəfdara bax. Hədəfdara bax. Hədəfdar cəhiyyətə, hədəfdar ağla, hədəfdar pul qazan, hədəfdar tərbiyyət elə, besuyi taali, besuyi tərəqqi. Elə bizim də zamanımızda bu müqəddəs Ərdəbili, ə'ləllah məqamahu şərif. O şəxs ki deyir, dalı ilə yavaş-yavaş getdim, gecənin qaranlığında dedim, şeyx hara gedir? Yavaş-yavaş did vırıram cenindən görüm, bu gecənin züləmatı hamı yatıb bahara gördüm, hərəm Əmirəl-Möminin qapıları öz-özünə açıldı. Girdi zərihin kənarında bir nəfərlə danışır. Çıxdı, getdi Məscid-i Səhliyə. Yolda məni bir öskürə tutdu, döndü, kimsən bəli filanı. Ha, hara gedir, kimidir getdin danışdın, heç kəs yoxdu, qapılar açıldı. Bu məsələyə şəridə bir də müşkilə yemişdim. Tapanmırdım, gəldim Əmirəl-Möminin özündən xəbər alam. Buyurdu, balam Məhdi Məscid-i Səhlədə namazı şəb qılır, ged ora. Bəli, hədəfdar uşaq o cür olar. Hədəfdar uşaq o cür olar. Hədəf olmasa uşaq
Sən nə qədər tərbiyyət eləsən, zirbina çıxılı caydı, qutuldu. Hədəfdardır da. Ərdəbil kimin yerdə su varır, görür bəli, suyun üzündə bir dənə. Alma gəlir. Ay bala bətər acıq tutdu yedi. Yiyəndən sonra fikrimini götdü. Ulan Əzrail səni yaxaladı. Sən alma sahabın qiyamətdə cavab. Adamın ki zatı düz oldu. Hay çərisi düz oldu. Nami əmalı çorramadı. Aşqalından doldurmadı. Hər zatdan doldur. Bəli bir dənə alma adamı yerindən oynadar. Çəkər aparar Nəcəfə. Adam da var burada 500 nəfərin saytı da börkün götürüb. Saytı bağlayıb atıb içəri. Ustaraliyada yeyir, keyfə baxır. Burada da cəmaat dərbədər olub. Nənə balanın yapışıb yaxasından. Bala dədənin yapışıb yaxasından. Bəli. Hədəfdar. Qalıb sən özüvə. Qalıb sən özüvə. İntixab özünə. Daha mən istəyirəm camiədə müəssir olam, ya bir dənə latebi sərpa olam. İstəyirəm mavad satmaqla pul qazanam. İstəyirəm alnımın təri ilə pul qazanım. Sən qalıb özüvə. Sən qalıb özüvə. Fikir eləmə məsələn bir nəfər Tehranda ola xəlafla pul qazanamayaq. Pul qazanar. Ya çox da qazanar. Xəlafın qabağı bombəsdir, bağlıdır. Bağlıdır. Yəni əlam bu filmi sitayişə bir nəfər baxsa, Allahın o müqəddəratın o filmi də kamilən görər. Xəlafın qabağı bağlıdır. Hər yerdə də bağlıdır. Məsuddur. Allah-u Teala buyurur. Hər kəs şeytanın dalı ilə gedə giriftar olacaq. Hər kəs şeytana bel bağlı axırda pəşiman olacaq. Şeytanın həvəsləri zudquzərdir. 5 gün eləyə bilərsən, mən bacım başı açasan, xiyavanlarda manor verəsən. Təravət rədd olub gedəcək. Üzü qərəlik qalacaq. Day sən həmin xanımı pak o pakizi, əfifi çəndin salpiş dəysən. Sən əlan 10 ildə dırnaq əkibsən, namaz qıla bilmirsən, təharətin yoxdur. Əllami Ayətullah Şeyx Ənsarinin anasına deyir, ağa, ay xanım oğlun olub mərcəyi təqlid-i vahid-i cahan, buyurdu, təəccüb eləmirəm, mən ona dəstəması süt verməmişim. Əlan düşmən niyə gəlib? Kamilən gəlib, analiz eləyib görə, aya bu bəşəri necə yığmaq olar bir yana? Dünyada çox tərhlər döküblər, bəşər mövcud ictimaidir, necə qanun olmayan, bunu kontrol eləmək olmaz ki. Deyiblər, gəlin qanun qoyaq, bəşəri bir xəttə salaq, qanun qoyaq, oğrunun əlin bağlayaq, xələfqarın yolun bağlayaq, gəlin qanun qoyaq. Bəli, qanunu qoyarsan, qanun icra olmaz. Yavaş-yavaş sənin küçələrində rəqsəhayı məhəllə qoyarlar. Gözümüz aydın, ondan da sonra baxarıq bizdə. Şəlqəm kimin rədd olduq. Ağlarıq İmam Hüseyin Cəlləsən, baba bemaçə rəbt idarət. Bemaçə rəbt idarət, yəni yalandan ağlam. Elə hindi filminə İmam Hüseyin ağlaman fərqi yoxdur. Əcəb biz bu rəbti nədarət, hindi filmə nə qədər ağlayıbsan, savab aparıbsan. Elə İmam Hüseyinə də ağlasın, nə bilə savab apararsan. Çünki yəni də səndə təhəvvül yaratmadı. Əlan namazı sən də qılsan, Ərəbistanda qılır. Nə fərqi? Daişin də əlində həman Qurandır, sənin də əlində. Onlar da oxuyanda savabdır. Onları da nəcat verəcək, xeyr. Xeyr. Onlar nəcat verməyəcək. Yol cayıb. Qərar ola mən İmam Hüseyinə ağlayan vəli xətadan qayıtmayam, gözüm kontrol olmuyor, dilim kontrol olmuyor. Əlim kontrol olmuyor, qəlbim dola zirzibilinən mənim ağlamam ilə dərhətli elə bir dənə ürəyimi boşaltmaq olur həmin. Amma İmam Hüseynə vaqən bir nəfər ağlıyor deyə İmam Hüseyin mənim ki əlim çatmadı, sən o əllərdən alam. Vəli sənin eşqü və nəmaz əvvəli vaxtı mən qılacağım, şeytan ürəyini oturacağım. Şencan mən ki olmadım, sən balaların xeymələrdən çöllərə dağılanda qaçan bir pənah olam. O qəd İsmətli, qeyrətli də Əbi Əbdullahın qızları elə qeyrətli idilər. Onlara adam baxır, olan şərhi halına baxır, olan şəraitinə baxır. Gəlir xiyavandakı rahət öz başına açana da baxır. Səkinəni xeymələr otlandı. Həzrət buyurdu, əmmə əleykunnə bil fərar, denə qızlar canın göçsün, qaçsın. Bu ərəb anlamır ki, bunlar peyğəmbər balalardılar. Bunları dünya malı kör eləyib. Bunlar heç datday haliləri deyil. Qaçın özünü nəcat verin.
Qaçdı, ağız üstə dəydi yerə. Bihuş oldu da o sürətdə dəydi yerə bihuş oldu. Başını qozadı, gördü başı əmmənin damənindədir. Dedi, əmmə bir parça var, mən bu başımı örtəm.